Behzət ağa deyir ki, kim namazı vaxtında qılmasa, namazın vaxtından gecikdirsiniz. Məsələn, namaz vaxtıdır, müəyyən işlərə görə namazın vaxtını gecikdirsiniz, 1 saat sonra qılsınız, 2 saat sonra qılsınız, bilin ki, hansısa iş üzrə vaxtında görə bilməyəcəksiniz, gecikəcəksiniz. Hansısa iş üzrə gecikəcək. Məsələn, bir iş görmək istəyəcəksən, vaxtında görə bilməyəcəksən. Bu cür nə? Hansısa bir iş görmək istəyirsən, onu vaxtında görə bilməyəcəksən. Ona görə namazı vaxtında qılın. İnsan namazın vaxtında qılmalıdır. Namaz vaxtında qılınmalıdır. Namazı vaxtında qılın ki, işlərinizi də rahat görə biləsiniz. Namaz axı böyük bir ibadətdir. Namazı vaxtında qılmaq lazımdır ki, namazın keyfiyyəti olsun. Namazın fəzilətli vaxtında namazı qılmaq lazımdır. 1 saat, 2 saat gecikdirib yox. Onda onun fəziləti gedir 1-2 saat gecikdirəndən sonra. Azan verildi, namazda olmalısın, namaz qılmalısın.